Yağış yağanda zontik açırsan, ha? Bu havada üstü açıq maşın sürərlər. Bunun üstü hanı? Belə görürəm yumor üçün güclüdür, amma F33 elə kabrioletdir ki, bu maşını sərt tavanı sayəsində bütün il boyu sürmək olur. Bakı küləklər şəhəridir. Papaq da soyuq olur. Şüşələri qaldırıram, toru açıram, oturacaq qızdırıcı və air skarfı da qoşuram. Çöldə -5 dərəcə olsa da içəridə komfortlu otururam. Yox, əşi, baxma, bunun bagajı da böyük olur. Mən iddia eləmirəm ki, bunun bagajı böyükdür. Nə də olsa bu maşın yük daşımaq üçün nəzərdə tutulmayıb. Amma standart hatchbacklərdən heç də geridə qalmır. Bilirsən də, kabrioletlər ağır olur. Ümumiyyətlə, bu iki motorla getməz. Lazım olanda deyərsən, arxadan itələyərik. Razı deyiləm. Restylinqlərdən əvvəlki N20 və N26 mühərriklərində 245 at gücüdür və bu avtomobili 0-dan 100-ə 6.5 saniyə sürətləndirir. Məncə bu da kifayət qədər dinamikdir. Amma restylinqdən sonra burada artıq B48 mühərrikləri var. Onlar bunlardan da güclüdür. Mən elə bilirdim, kabriolet ancaq göstəriş üçündür. Kabriolet göstəriş üçün deyil. Bu avtomobil azadlıq hissi və açıq havadan zövq almaqdır. Və F33 ilə bunu ilin bütün fəsillərində yaşaya bilirsən. Görürəm, çox şey bilirsən. Onda sənə abunə oluram. 100%.